Diğer otlaqların birində öküz sürüsü yaşayırmış. Bu öküz sürüsü ilə birgə aslanlar sürüsü də var imiş. Bu aslanlar sürüsünün gözü elə bu öküzlərdəymiş. Bu aslanların da yeməyi öküzlərdir də. Bu aslan sürüləri nə vaxt öküzlərə hücum edib, bunlara yemək istəyəndə bu öküzlər bir yerə topalanır, birgə aslanlara qarşı mübarizə aparırmışlar. Ona görə aslanlar bu öküzlərlə baş çıxara bilmirlər, bunların heç bir ziyan verə bilmirlər. Bunların, aslanların içərisində bir topal aslan var imiş. Bu topal aslan bir-iki aslan da özü ilə götürüb ağ bayraq qaldıraraq öküz sürüsünə yaxınlaşır. Öküzlərin lideri olan boz öküzlə və danışıq aparır. Deyir ki, bizi bəs bağışlayın, biz sizə ziyan vermişik, sizi incitmişik bu vaxta qədər, amma bizim sizi incitmək heç bir fikrimiz olmayıb. Bizdə heç bir günah yoxdur, günah o sizin içərinizdə olan sarı öküzdədir. O sarı öküz bizim gözümüzü qamaşdırır, bizi vəhşiləşdirir, biz özümüz də bilmədən sizə hücum çəkib, sizə ziyan veririk. Ona görə o sarı öküzü verin bizə, bir yerdə dostluq, firavan şəraitdə yaşayaq. Bəli, heç burada fikirləşmədən sarı öküzü verirlər aslanlara, amma bu öküzlərin içərisindən bir öküz etiraz edir bu sarı öküzün şirlərə verilməsinə, amma bunu da sayasanan olmur. Sarı öküzü götürüb verirlər şirlərə. Şirlər də sarı öküzü götürüb, aparıb, parçalayıb, yeyib dağıdırlar. Bir müddət keçəndən sonra şirlər yenidən acı baxır, yenə gəlirlər öküzlərin yanına, deyirlər ki, bəs bu öküzləri bizə verin ki, biz bir yerdə mehriban şəraitdə yaşayaq, nə siz bizdən inciyin, nə biz sizə dəyək. Bəli, bunlar da fikirləşmədən götürüb onların saydıqları öküzləri verirlər aslanlara. Bir də baxırlar, görürlər ki, bir dənə boz öküz qalıb, bir də bir neçə öküz var. Bunlar elə bir ki, ayrılırlar, əcəba biz harada səhvə yol verdik ki, biz belə günə gəlib düşdük. Onların içərisində olan ki, bir dənə etiraz edən öküz var idi, deyir, biz orada səhvə yol verdik ki, o sarı öküzü verdik. Sarı öküzü verən gün biz böyük səhvə yol vermiş olduq. İndi, qardaşlar, o kollektivdə, o cəmiyyətdə, o ailədə harada ki birlik var, o ailəyə, o kollektivə heç kəs bata bilməz. O ailəni, kollektivi dağıtmaq üçün onları parçalamaq lazımdır. Ona görə hərə bir tərəfə dartanda o cəmiyyət dağılacaq. Əgər cəmiyyətin möhkəmliyin, birliyin qorumaq istəyiriksə, birgə olmalıyıq, birgə mübarizə aparmalıyıq. Birgə olmayan nə ailə, nə kollektiv, nə cəmiyyət, heç biri yaşaya bilməyəcək. O dağılmağa məhkumdur. Sağ olun diqqətinizə görə.